Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi toplantısı az əvvəl arxamda gördüyünüz Çırağan Sarayında öz işinə başladı. Türkiyənin Xarici İşlər Naziri Hakan Fidanın ev sahibliyi ilə təşkil edilən tədbirdə Azərbaycanın Xarici Siyasət İdarəsinin başçısı Ceyhun Bayramov, həmçinin Qazaxıstan, Qırğızıstan, Özbəkistan Xarici İşlər Nazirləri və təşkilatın baş katibi iştirak edir. Toplantının gündəliyində regional və qlobal məsələlər, həmçinin təşkilata üzv ölkələr arasında münasibətlərin inkişafı, Türk dünyasında inteqrasiya proseslərinin daha da dərinləşdirilməsi kimi məsələlər var. Şübhəsiz ki, İranla Amerika Birləşmiş Ştatları və İsrail arasında davam edən müharibə, bu müharibənin fonunda Türkiyəyə atılan balistik raket, Azərbaycanın Naxçıvan Muxtar Respublikasına dron hücumu xüsusilə diqqət mərkəzindədir. Toplantıdan əvvəl bu məsələlər iki tərəfli görüşlərdə də müzakirə edilib. Bu çərçivədə Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovun Türkiyəli həmkarı Hakan Fidanla görüşü olub. Toplantının yekunları ilə bağlı mətbuat konferansının keçirilməsi nəzərdə tutulur.